Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Rəqsanə İsmailova azadlığa çıxır. Ekstrasens Natavan Qarayeva Rəqsanə İsmailovanın tezliklə azadlığa çıxacağını deyib. Günün xəbərləri Yeni Sabaha istinadən xəbər verir ki, o, bununla yanaşı müğənninin ailəsi ilə bağlı xoş olmayan proqnozlar da verib. Ekstrasens bildirib ki, müğənninin ailəsi dağılacaq. Rəqsanə xanım hazırda hamının marağındadır. Həyatımda yaxşı şeylər görmürəm. Lakin bunun müddəti qısa olacaq. Tezliklə azadlığa çıxacaq, amma ailəsi dağılacaq. Onu tək görürəm. Övladlarından yarayacaq. Bu ilin axırına qədər azadlığa çıxacaq və yeni ili övladları ilə birlikdə keçirəcək. Qeyd edək ki, Ray İsmailova 2 zərər çəkən şəxsin 35.000 manat dəyərində qızıl zinət əşyalarını və 520.000 ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirməkdə təqsirləndirilir.